Peyğəmbərimiz buyurub, hər kəs bir halda sülh etsə ki, müsəlmanların işlərinə etinasızdır, o həqiqi müsəlman deyil. Səhər sağı durub, axşamazan müsəlmanların başına nə gəlir, kimin başına nə iş gəlir, etinasızdır. Bunu maraqlandırmır. Ancaq özün düşür, həqiqi müsəlman deyil. Nə etməlidir? Birinci xutbədə dedi, müsəlmana kömək eləməlidir. Və ən əsasdır, bugün dünyada baş verən Fələstin məsələsində mövqeyimiz bəlli olmalıdır. Biz zülm olunanlara, məzlumlara dayaq olmalıyıq. Peyğəmbərimiz Allahın salamı olsun ona və əhl-i beytinə buyurur, hər kəs bir mömin qardaşının zalimdən himayə etsə, görsən qardaşına zülm olunub, zalimin qabağında dursun, ona kömək eləsin, onu himayə etsən, müdafiə etsən, Allah Teala qiyamət günündə onun üçün bir mələk təyin eləyər, o da onu cəhənnəm əzabından bədənini qoruyar.